Herkese selam. Bugünkü izahım web proqramlaşma ilə bağlıdır. Aşağıdakı verilmiş HTML tagləri hansı formada cədvəli web səhifədə əks etdirəcək? Table border 1 with use, hate use. Table border'ı çəkirik. Kənar xətləri çəkirik. Bizdə deyilir ki, sətr və sütunların sayını tapmalıyıq. Nə qədərdir və çəkməliyik. Bizdə tr sətr bildirir. Və tr'nin bu açılışıdır. Bağlanışı isə /tr olanda bağlanış olur. Və sətirləri sayaq. Bu bir sətr. Bu ikinci sətr. Bu üçüncü sətr və bağlanışı buradadır. Üçüncü sətr. Üç sətirdən ibarətdir. Çəkirik. 1, 2, 3. Və sütunları. T'də sütun deməkdir. 1 T'də, 2 T'də, 3 T'də. 3 dənə sütun var. 1, 2, 3. Yəni ikinci sətri saymaya ehtiyac yoxdur. Çünki sütunlar hamısı eyni olur. 3 dənə olursa 3 dənə yazılıb deməkdir. Sətirləri hər zaman hamısının TR-lərin baxırsan, başlanğıcın və sonun baxıb hamısını sayırsan, TD-də isə ehtiyac olmur. Bir dənə TD-ni saymanız yetərlidir ki, sütunun nə qədər olduğunu biləsiniz. Və cavablarda baxırıq. D variantı uyğun gəlir. Cavab D variantıdır.